Salam dəyərli abituriyentlər. Bugün 8-ci sınavın fizika suallarının həllərinə baxırıq. 31-ci sualda x oxu boyunca düzxətli bərabər yavaşlayan hərəkət edən cisim K nöqtəsini keçən andan 20 saniyə sonra M nöqtəsinə çatır və dayanır. K nöqtəsini keçən anda cismin sürətinin modulunu hesablayın. Demək ki, başlanğıc nöqtəni K qəbul eləsək, K nöqtəsindəki sürətimiz başlanğıc sürətdir. M nöqtəsində dayandığına görə burası son nöqtədir və sıfırdır. Dayandı. Baxırıq ki, K nöqtəsinin koordinatı -20, M nöqtəsinin koordinatı 80. Düzxətli hərəkət etdiyi üçün bunun getdiyi yol elə yer dəyişməyə bərabərdir. Yer dəyişməyinin proyeksiyası üçün də x minus x0 deyə bilərik. Son koordinat 80, başlanğıcı -20, 100 metr yer dəyişmə edib. Bərabər yavaşlayan hərəkət edən cisim üçün S bərabərdir V plus V0 bölü 2. Ortaya ifadəsini yazsaq, 100 bərabərdir 2-də 0 plus V0 vurulsun 20. 20 saniyə hərəkətdə olub. Getsə, baxırıq ki, V0 bərabərdir 10 metr bölünsün saniyə. 32-ci sualda çevrə üzrə bərabər sürətlə hərəkət edən iki maddi nöqtənin xətti sürətləri V2 bərabər 3V1 olarsa, onların bucaq sürətlərinin omega 2 bölünsün omega 1 nisbətini hesablayın. Bölgülər bərabərdir. Bölgülərə əsasən baxırıq ki, birinci çevrənin radiusu, buna R1 desək, 2 bölgü. İkinci çevrənin radiusu R2 də olur 3 bölgü. Sürətlər arasındakı əlaqəni görürük. Bilirik ki, sürət, bucaq sürəti və radius arasındakı əlaqə V bərabərdir omega R. Elə V2 bərabər 3V1-in yerinə V2-nin yerinə yazıram omega 2 R2, V1-in də yerinə yazarıq omega 1 R1. Yenidən omega 2 R2-yə biz şəkilə əsasən 3, omega 1, R1-ə də 2 bölgü olduğunu təyin etmişdik. Buradakı 3'lər getsə, omega 2 bərabərdir 2 omega 1. Məsələ də bizdən soruşur ki, omega 2 böl omega 1 nisbətini tapın. Omega 2 bölünsün omega 1 bərabərdir. Omega 2'nin yerinə 2 omega 1 yazsaq, nisbət olar 2, yəni D bəndi. 33-cü sualda yer səthindən şaqıl yuxarı atılmış cismin maksimal qalxma hündürlüyünün başlanğıc sürətinin qiymətindən asırlıq qrafiki hansıdır? Havanın müqavimət qüvvəsi nəzərə alınmır. Bilirik ki, yer səthindən şaqıl yuxarı atılmış cisim bərabər yavaşlayan hərəkət edir. H maksimal dediyimiz ən yüksək nöqtədə son sürət 0'dır. Və nəhayət H maksimal üçün V0 kvadratı bölü 2J düsturunu bilirik. H maksimal da V0'dan göründüyü kimi kvadratik asılı olar. 34-cü sualda sabit 12 Newton dartı qüvvəsinin təsiri ilə üfüqi səth üzrə hərəkət edən 5 kiloqram kütləli cismin sürətinin modulunun zamandan asırlıq qrafiki verilmişdir. Cismə təsir edən sürtünmə qüvvəsinin qiymətini hesablayın. Verilən tənliyi müqayisə əsasında V bərabərdir V0 plus AT kimi yazsaq, baxırıq ki, V0'ın yerində 1 metr saniyə, A-nın yerində isə 0,4 metr böl saniyə kvadratı durur. Dartı qüvvəsinin 12 Newton olduğunu məsələ özü deyib. Məsələ bizdən soruşur ki, sürtünmə qüvvəsini hesablayın. Sürət tənliyinə əsasən bu cismin təcil və başlanğıc sürətinin eyni işarəli, eyni istiqamətli olduğunu görürük. Demək, bu cisim bərabər yeyinləşən hərəkət edir. Bərabər yeyinləşən hərəkət edirsə, demək, dartı qüvvəsi sürtünmədən böyükdür. Dartı və sürtünmə hər zaman əks istiqamətli yönəldiyindən, demək ki, əvəzləyici qüvvə
Bu əks yönəlmiş qüvvələrin fərqinə bərabərdir. Böyük qüvvə çıxılsın kiçik qüvvə. Kütləsi 5 kiloqram. Təcili tənlikdən 0,4 olduğunu təyin elədik. Dartını məsələ verib 12, sürtünməni, yəni sürüşmə sürtünməni soruşur bizdən. Buradan F sürüşmə sürtünmə bərabərdir. 12 minus 5-i də 0,4-ə vuranda elədinizsə 2. Demək ki, sürüşmə sürtünmə olacaq 10 Newton D bəndi. 35-ci sualda çəksiz yaya bağlanmış cisim hamar mail müstəvi səth üzərində tarazlıqdadır. Cismin kütləsi 600 qram olarsa, yayda yaranan elastiklik qüvvəsinin modulunu hesablayın. Bilirik ki, mail müstəvi üzərində olan bu M kütləli yükü yerin mərkəzinə doğru cazibə qüvvəsi dartır. Bu cazibə qüvvəsi mail müstəvinin səthi ilə bucaq əmələ gətirir. Bunun 2 dənə qolu var. Bir qolu səthə paraleldir. Cismi hər zaman aşağı düşürməyə çalışır. Bir qolu isə səthə perpendikulyar, cismi səthə sıxan qoldur. Perpendikulyar qolun düsturu bilirik ki, mg kosinus alfa, paralel qolun düsturu isə mg sinus alfadır. Şərtə əsasən tarazlıqdadırsa, bu M kütləli cismi paralel qol aşağı dartır, amma yayda yaranan eyni zamanda paralel qol deformasiya etdirici qüvvə olduğu üçün yay üçün bunun əksinə, yəni deformasiya etdirici qüvvənin əksinə, buna deformasiya etdirici qüvvə desək, nə yönələcək? F elastik. Yəni tarazlıq şərtinə əsasən F elastik, qiymətcə F paralelə bərabərdir. Bu da olacaq mg sinus alfa. Demək ki, elastikliyin ədədi qiyməti kütlə 600 qram, yəni 0,6 kiloqram, J10, məsələ özü sinus alfaya 0,6 verib. Bu 0-la vergül getsə, 6-nı da 0,6-ya vurduq, 3,6 Newton olar. Doğru cavab A bəndi. 36-cı sualda çəksiz link tarazlıqdadır. İpin gərilmə qüvvəsi 600 Newton olarsa, F1 qüvvəsinin qiymətini hesablayın. Bölgülər arası bərabərdir. Diqqət eləsək, burada çəksiz link sözü var. Yəni uzunluğun yarısına düşən mg nəzərə alınmır. İpin askı nöqtəsinə nəzərən baxırıq ki, bax, bu iki bölgü məsafə F1 qüvvəsinin qolu D1 2 bölgüdür. Askı nöqtəsinə nəzərən bax, bu məsafə isə F2 qüvvəsinin qolu D2 4 bölgüdür. Baxırıq ki, qüvvələr 2 dəfə fərqlənirsə, demək, üzr istəyirəm, qollar 2 dəfə fərqlənirsə, qüvvələr də 2 dəfə fərqlənməlidir. Yəni tarazlıq şərtinə əsasən F1 D1 bərabərdir F2 D2. D1-in yerində 2, D2-nin də yerində 4 olduğunu görürük. Demək, buradan tapdıq ki, F1 2F2-yə bərabərdir. Bunların cəminin də 600 Newton olduğuna nəzərə alsaq, deyərik ki, həmin o gərilməni F1 plus F2 bərabər T 600 Newton əmələ gətirib. Biz də F1 qüvvəsini tapmaq üçün F1, F2-nin yerinə yazarıq. F1 bölü 2 bərabərdir 600. F1-in üstünə F1 bölü 2 gəlsək, edəcək 2-də 3F1. 3 ilə 600, burada qaldı 200. F1 də eləyər 400 Newton. Doğru cavab D bəndi. 37-ci sualda faydalı iş əmsalı 40% olan mühərrikin tam gücü 8 kW'dır. Bu mühərrikin 10 saniyə ərzində gördüyü faydalı işi hesablayın. Demək, bizə məsələ tam gücü verib, bizdən faydalı işi soruşur. Faydalı iş əmsalını da verdiyi üçün, faydalı iş əmsalının ifadəsinə əsasən A faydalı bölünsün tam, vurulsun 100%.
İşlə güc arasındakı ifadəyə əsasən faydalı iş əmsalı bərabərdir. Faydalı işin tam işin yerinə, yəni gücün M bərabərdir A böl T ifadəsinə əsasən buradan tam işi tapsaq olacaq tam güc vurulsun zaman. Vur 100%. Qiymətlərini yerinə yazsaq, faydalı iş əmsalı 40%-dir. Hər tərəfi 100-ə bölsək eləyəcək 0,4. Faydalı işi bilmirik. Tam güc 8 kilovat. Cavabları kilo ilə soruşduğu üçün çevirmədik. Zamana verib 10 saniyə. Yenə buradan faydalı iş. Faydalı iş olacaq 0,4 vur 10 vur 8 kilo. Bunlar da getsə qalacaq 32 kilo joule. B bəndi. 38-ci sualda əvəzləyici qüvvənin gördüyü işin cismin kinetik enerjisindən asılı qrafiki hansıdır? Başlanğıc sürətin olmadığını deyir. Başlanğıc sürət yoxdursa, YK0 bərabərdir MV0 kvadrat böl 2 ifadəsinə görə başlanğıc kinetik enerjidə yoxdur. Kinetik enerji haqqında teoremə əsasən əvəzləyici qüvvənin gördüyü iş kinetik enerjinin dəyişməsi ilə düz mütənasibdir. Başlanğıc kinetik enerji də yoxdursa, elə kinetik enerjinin dəyişməsi son kinetikə bərabər olur. Məsələ bizdən soruşur ki, əvəzləyici qüvvənin gördüyü işin kinetik enerjidən asılılıq qrafiki göründüyü kimi düz mütənasib olar. 39-cu sualda başlanğıc halda daxili enerjisi 10 kJ olan ideal qaz üzərində xarici qüvvələr 2 kJ iş görür. Prosesin sonunda ideal qazın daxili enerjisini hesablayın. Başlanğıc hal dediyinə görə 10 kJ olacaq U1-in qiyməti. İdeal qaz üzərində xarici qüvvələr, yəni xarici qüvvələrin gördüyü iş A 2 kJ oldu. İstilik miqdarı almadığına görə bizdən prosesin sonundakı U2-ni soruşur. Termodinamikanın birinci qanununa əsasən Q bərabərdir delta U plus A iştirik. Buradan deyə bilərik ki, delta U bərabərdir Q minus A iştirik və ya Q plus A. Burada Q də 0 olduğundan delta U bərabər olacaq A-ya. Biz də bilirik ki, delta U eyni zamanda U2 minus U1'ə bərabərdir. Buradan da U2 U1 plus A olduğunu təyin edərik. U1'ə verib məsələ 10 kJ, A-ya verib 2 kJ. Yekun 12 kJ olar. 40-cı sualda suda üzən 6 kiloqram kütləli cismə təsir edən əvəzləyici qüvvənin və Arximed qüvvəsinin qiymətini hesablayın. Bölgülər bərabərdir. Şəkildən gördüyümüz kimi kütləsi 6 kiloqram olan cisim 3 bölgəyə bölüb, 3də 2-si mayaya batıb, 3də 1-i havadadır. Üzür. Üzmə şərtinə əsasən deyə bilərik ki, bu cismi aşağıya doğru mg ağırlıq qüvvəsi, yuxarıya doğru isə F Arximed qüvvəsi təsir edərək tarazlıqda saxlayır. Qüvvələr arasındakı bucaq 180 dərəcədir. Üzür şərtinə əsasən bunlar tarazlıqdadırlar. Demək ki, Arximed qüvvəsi ədədi qiymətcə ağırlığa bərabərdir. Kütləsi 6 kiloqram olduğu üçün Arximed qüvvəsi olacaq qiyməti 60 Newton. Əvəzləyici qüvvə isə tarazlıq şərtindən qüvvələr qiymətcə bərabər istiqamətcə əksdirlər. Əvəzləyici qüvvə olacaq 0. Uyğun cavab B bəndi. 41-ci sualda müəyyən temperaturda nisbi rütubəti 40% olan havadakı su buxarının sıxlığı 12 qram böl kub metr olarsa, həmin temperatura uyğun olan doyan su buxarının sıxlığını hesablayın. Nisbi rütubətin fi bərabərdir rho böl rho 0 vur 100% ifadəsinə əsasən
0,4 bərabərdir. Su buxarının havadakı sıxlığı verib ki, 12 qram böl kub metr. Rho 0 bizdən soruşur. Rho 0 12 bölü 0,4 eləyəcək nə qədər? 30 qram bölünsün kub metr. Uyğun cavab C bəndi olur. 42-ci sualda qızılın ərimə istiliyinin onun kütləsindən asılı qrafiki hansıdır? Bilirik ki, ərimə istiliyinin ifadəsi Q ərimə bərabərdir. Lambda M. Yəni Q ərimə lambdanın sabit qiymətində qızıl üçün kütlədən düz mütənasib asılıdır. C bəndi olar. 43-cü sualda nüvəsində 5 proton, biz buna 5E elementar yükə malik deyə bilərik və elektron təbəqəsində 2 elektronu olan, buna da mənfi 2E yükə malik deyə bilərik. Bor ionunun yükünü hesablayın. Demək ki, bu halda ionun yükü müsbət 5 var, mənfi 2E var. İonun yükü olacaq müsbət 3E. Bizdən də soruşur ki, ionun yükünü hesablayın. Bu da 3, 1/6, 10 üstü mənfi 19. Bu da eləyəcək 4,8, 10 üstü mənfi 19 kulon. Yəni B bəndi. 44-cü sualda tutumu 6 mikrofarad olan kondensatoru lövhələri arasındakı gərginliyi hesablayın. Şəkildən gördüyümüz kimi bu kondensatorlar bir-birinə ardıcıl birləşib. Yəni bura mənbənin müsbət qütbü, bura tutumu S1 12 mikrofarad olan, bura isə S2 tutumu 6 mikrofarad olan kondensator deyək. Burada mənbənin mənfi qütbü kimi qeyd edək. Şəkillərdən göründüyü kimi kondensatorlar ardıcıl birləşib. Bu zaman deyə bilərik ki, Q1 bərabər Q2-yə. Q1-in yerinə yazdım S1U1, Q2-nin yerinə S2U2. S1-in yerində 12 mikrofarad U1, S2-nin yerinə 6 mikrofarad U2. 6 ilə getdi, 2 U1 bərabər U2 bərabərliyini tapdıq. Digər tərəfdən ardıcıl birləşmə olduğu üçün gərginliklər cəmi mənbədəki gərginlik qədər olmalıdır. 24 volt. Məsələdə bizdən soruşur ki, tutumu 6 mikrofarad olan kondensatorun lövhələr arasındakı gərginliyi hesablayın. Tutumu 6 mikrofarad olana biz S2 dediyimizi görə, məsələ bizdən U2-ni soruşur. O zaman əvəzləmə etsək, U1-in yerinə yazıram U2 bölü 2, üstə gəl U2 bərabərdir 24. Bu da eləyəcək 2-də 3 U2 bərabərdir 24-də 1, burada qaldı 8. Demək ki, biz U2-yə tapdıq. Nə qədər? U2 bərabərdir 2, 8, 16 volt. Uyğun variant olaraq C bəndi. 45-ci sualda verilmiş müstəvi kondensatorun tutumunun onun enerjisindən asılı qrafiki hansıdır? Bilirik ki, tutum S mühitin xassəsindən və müstəvi kondensatorun həndəsi ölçülərindən asılı olub, enerjidən, yükdən və gərginlikdən asılı olmaz. 46-cı sualda naqilin ən kəsiyindən keçən elektrik yükünün zamandan asılı qrafikinə əsasən cərəyan şiddətini hesablayın. Bilirik ki, naqilin ən kəsiyindən vahid zamanda keçən yükün miqdarına cərəyan şiddəti deyirik. Baxırıq ki, 4 saniyədə keçən yükün miqdarı 8 kulondur. Bu da eləyəcək 2 amper. Uyğun cavab B bəndi. 47-ci sualda verilmiş mis naqilin uzunluğunu 2 dəfə azaltdıqda onun müqaviməti və xüsusi müqaviməti necə dəyişir? Bilirik ki, müqavimət materialın növündən, yəni xüsusi müqavimətdən
və həndəsi ölçülərindən asılıdır. Əgər naqilin uzunluğunu, yəni L-i 2 dəfə azaltsaq, müqavimət də 2 dəfə azalar. Xüsusi müqavimət isə materialın növündən və temperaturundan asılı olub, həndəsi ölçülərdən asılı deyil. Demək ki, bunun müqaviməti 2 dəfə azalar, xüsusi müqaviməti isə dəyişməz. Uyğun cavab olur E bəndi. 48-ci sualda bir cisim maqnit sahəsində göstərilmiş istiqamətlərdə daxil olan protonlara təsir edən Lorentz qüvvəsinin qiymətləri arasında hansı münasibət doğrudur? Bilirik ki, Lorentz Q, V, B, sinus alfa ifadəsi ilə hesablanır. Birinci zərrəcik maqnit sahəsinə perpendikulyar daxil olur. Ona görə sinus 90 dərəcə, yəni bir qiymət alır. Yazarıq ki, F1 bərabərdir QVB. İkinci zərrəcik də maqnit sahəsinə perpendikulyar daxil olduğundan sinus 90 dərəcə 1 və müsbət yüklü zərrəcikdə F2 olacaq QVB qiymətini alır. Üçüncü zərrəcik isə maqnit sahəsinə paralel daxil olur. O zaman baxırıq ki, F3 bərabərdir QVB sinus 0 dərəcə, daha doğrusu 180 dərəcə, o da 0 qiyməti alır. Demək ki, F1 F2-yə qiymətcə bərabər, F3 isə 0-a bərabər olur. F1 F2-yə bərabər, F3 0 uyğun variant E olar. 49-cu sualda Weber böl amper ifadəsi hansı fizik kəmiyyətin vahidinə uyğundur? Weber böl amper. Bilirik ki, Weber maqnit selinin, amper isə cərəyan şiddətinin vahidinə uyğundur. Weber'in yerinə fi, amperin yerinə də i kəmiyyətə keçsək, biz digər tərəfdən bilirik ki, fi bərabərdir Li bölünsün i. İ'lər getsə, qaldı L. L induktivlik vahidi olacaq nə? 1 Henry. Cavab olacaq induktivliyin E bəndinə uyğun. 50-ci sualda verilmiş sarğacdan keçən elektrik yükünün miqdarı Q bərabərdir 5T. Bayaq da yazdığımız kimi I bərabər delta Q böl delta T'dən Q bərabər IT desək, i'nin yerində 5 olduğunu görürük. Qanun ilə dəyişir. Sarğacın maqnit sahəsinin enerjisi 40 millijoule olarsa, maqnit selini hesablayın. Biz də bilirik ki, maqnit sahəsinin enerjisi Fi böl 2 ifadəsindən istifadə edə bilərik. Maqnit sahəsinin enerjisi 40 millijoule, 40 10 üstü mənfi 3. Maqnit selini bilmirik. Cərəyan şiddətinin müqayisədən 5 amper olduğunu gördük. Bölünsün 2. Buradan fi bərabərdir. 2 vurulsun 40. Bölünsün 5. Qaldı 8. Fi də olar 16 milli Weber. Burada Q'nun 5 milli kulon olduğunu nəzərə alsaq, yəni i'nin yerinə duracaq 5 millamper 10 üstü mənfi 3. Yəni burada da 10 üstü mənfi 3 olduğuna görə mənfi 3'lər gedəndə artıq burada milli qalmır. 16 Weber uyğun cavab olar D bəndi. 51-ci sualda rəqs konturunda sərbəst rəqslərin tezliyi nü, sarğacda cərəyan şiddətinin amplitud qiyməti im olarsa, kondensatorda yükün amplitud qiyməti hansı ifadə ilə təyin olunur? Yükün amplitud qiyməti. Bilirik ki, törəmədən im bərabərdir omega qm ifadəsi var idi. Tezlik verdiyi üçün omeganın yerinə biz 2 pi nü yaza bilərik. Qm bərabər olacaq. im bölünsün 2 pi nü. Baxırıq ki, doğru variant im bölünsün 2 pi nü. Doğru variant E bəndi olur. 52-ci sualda şərti işarələrlə verilmiş cihazlar üçün
Eyler-Venn diaqramında uyğun ifadələri müəyyən edin. Bilirik ki, soldakı şərt işarə yarım keçirici diod. Sağda verilən isə vakuum diodudur. Deyir ki, bir vakuum diodudur. Məlumdur ki, bu sağa. Yarım keçici dioddur. Bura uyğun gəlir. İş prinsipi PN keçidinə əsaslanır. Bu yarım keçirici dioda uyğundur. Dövrədən bir istiqamətli cərəyan keçməsini təmin edir və dördüncü mülahizəyə əsasən hər ikisi dəyişən cərəyanı düzləndirmək üçün istifadə olunurdu. Bu da hər ikisinə uyğundur. Demək cavabımız olacaq 23, 1, 4 yerlərinə nəzərə alsaq. 23, 1, 4 uyğun cavab olacaq C bəndi. 53-cü sualda açar sözlərdən uyğun ardıcıllıqla istifadə edərək mətni tamamlayın. Sabit həcmdə ideal qazın halının dəyişməsi, təbii ki, sabit həcmdirsə bu olacaq izoxor proses. Bura uyğun gələr 2. Sabit temperaturda ideal qazın halının dəyişməsi, temperaturu sabitdirsə bu olar izotermik proses. Bura uyğun gələr 1. İzoxorik prosesdə verilmiş kütləli ideal qazın təzyiqi onun temperaturu ilə izoxordursa təzyiqlə temperatur düz mütənasib asılıdır. Bura olacaq 3. Sonra izotermik prosesdə verilmiş kütləli qazın təzyiqi onun həcmi ilə tərs mütənasib asılıdır. Bu da 4 ifadəsi olar. Demək ki, ardıcıllıq 2, 1, 3, 4 kimi görünür. 54-cü sualda cismə tətbiq edilmiş 4 qüvvənin əvəzləyicisinin modulunu Newton ilə ifadə edin. Baxırıq ki, F1-in ədədi qiyməti 12 Newton, F3-ün ədədi qiyməti 4 Newton. F1 və F3 qüvvələri bir düz xətt boyunca əks istiqamətlə yönəlir. Bu ikisinin əvəzləyicisi böyük qüvvə istiqamətdə sola yönələr. 12-dən 4-ü çıxdıq, elədi 8 Newton. Məsələnin verdiyi şərtə əsasən F2 qüvvəsinin ədədi qiyməti 9 Newton, F4 qüvvəsinin ədədi qiyməti 3 Newton. Yenə F2 və F4 bir düz xətt boyunca əks yönəlib, böyük qüvvədən kiçiyi çıxdıq, yəni 9-dan 3-ü çıxdıq. Əvəzləyicisi böyük qüvvə istiqamətdə olacaq 6 Newton. Aşağıda yazdığımız kimi əvəzləyicilər 6 və 8 bir-birinə perpendikulyardır. Bizə deyərik ki, bunların əvəzləyicisi göstərdiyimiz istiqamətdə yönələcək. Əvəzləyici də perpendikulyar olduğu üçün 6-nın kvadratı plus 8-in kvadratı, yəni 10 Newton olar. 55-ci sualda o tarazlıq nöqtəsi ətrafında rəqs edən yaylı rəqqasın bir tam rəqs ərzində getdiyi yolu hesablayın. Baxırıq ki, O nöqtəsi tarazlıqdırsa, O nöqtəsi ilə L və ya O nöqtəsi ilə K amplidud məsafəsidir. Amplidud məsafəsinin 50-35-dən 15 sm olduğunu görürük. Bir tam periyod ərzində gedilən yol 4 amplituda bərabərdir. Bu da olacaq 4 vurulsun 15, yəni 60 sm olar. 56-cı sualda bir cins elektrik sahəsi tərəfindən müsbət nöqtəvi yüklərə təsir edən qüvvələrin qiymətləri və yüklərin yerləşdiyi nöqtələrə uyğun sahə intensivliklərinin modulları arasında hansı münasibət doğrudur? Bir cins elektrik sahəsində olduğu üçün yüklərin yerindən asılı olmayaraq intensivliklər bərabər olur, yəni E1 bərabər E2. Yüklü zərrəciyə elektrik sahəsində təsir edən qüvvə Coulomb qüvvəsi, F Coulomb bərabər olacaq QE. İntensivlikləri bərabərdir. Yüklər hər ikisi müsbət yükdür, amma yüklərin ədədi qiymətləri Q2 Q1-dən böyükdürsə, bu zaman ikinci zərrəciyə təsir edən F Coulomb 2 böyük olacaq. Birinci zərrəciyə təsir edən qüvvə F Coulomb 1-dən. F Coulomb 2 böyük F Coulomb 1 də baxırıq ki, bir mülahizəsi doğrudur. Yəni 1, 5. 57-ci sualda sabit gərginlik mənbəyinə rezistor və termistor qoşulmuşdur. Eyni vaxtda həm termistoru,
həm də rezistoru qızdırdıqda uyğunluğu müəyyən edin bizdən soruşulur. Bilirik ki, rezistor metal, metalların müqaviməti R bərabərdir. R0 1 plus alfa T. Termistor isə yarım keçiricidir. Yarım keçiricilərin müqaviməti temperaturdan tərs mütənasib asılıdır. Yəni biz onu qızdırdıqda müqaviməti nə olar? Azalar. Termistoru qızdıranda termistorun müqaviməti azalır. Rezistoru qızdıranda rezistorun müqaviməti artır. Bilirik ki, cərəyan şiddəti müqavimətlə tərs mütənasib asılıdır. Əgər rezistoru qızdırırıqsa, A2 ampermetrinin göstərişi azalar. Yarım keçiricini qızdıranda, yəni termistoru qızdıranda müqaviməti azaldığı üçün şiddəti, yəni A1 ampermetrinin göstərişi artar. Voltmetr ümumi mənbənin gərginliyini ölçdüyü üçün sabit gərginlik mənbəyinə qoşulub. Buradan da voltmetrin göstərişi dəyişmir deyə bilərik. Məsələ bizdən soruşur ki, voltmetrin göstərişi, təbii ki, bu dəyişməz 3-ə uyğun gələr. Rezistorun müqaviməti, burada qeyd etdiyimiz kimi, rezistorun müqaviməti artar 1B. Termistorun müqaviməti temperatur artdığı üçün azalacaq. C bəndi uyğun gələcək 2-yə. A1 ampermetrinin göstərişi, termistorun müqaviməti azaldığı üçün A1-in göstərişi artar. D bəndi uyğun gələr 1-ə. A2 ampermetrin göstərişi azalar, yəni rezistorun müqaviməti artdığına görə A2 ampermetrin göstərişi azalar. Bu da uyğun gələr 2-yə. Yəni 1BD, 2SY, 3A. 58-ci sualda çəksiz ipdən asılmış düzbucaqlı paralelipiped şəklindəki bir cins cisim tarazlıqdadır. Bu halda ipdə yaranan gərilmə qüvvəsi 20 Newton olur. Şəkil 1-də göründüyü kimi. Kran açılmaqla qab CD səviyyəsinə qədər su ilə doldurulur. Şəkil 2-də də göstərilib. Qab CD səviyyəsində qədər olan su ilə doldurulanda ipin gərilmə qüvvəsi 12 Newtondur. Cismin həcmini soruşur. Bizdən soruşur ki, V cisim nə qədərdir? Şəkil 1-dən gördüyümüz kimi qabdakı ipdən asılmış cisim qabdakı mayeyə toxunmadığı üçün buna Arximed təsir etmir. Yəni bu şəkildə aşağı yönəlir MJ, yuxarı yönəlir T1. Yəni T1 gərilmə qüvvəsini MJ əmələ gətirdiyindən elə T1 qiymətcə MJ-yə bərabərdir. Məsələnin şərtinə görə T1 20 Newtondur. Yəni bu cismin ağırlıq qüvvəsi 20 Newton olduğunu təyin etdik. Şəkil 2-də qabı CD səviyyəsinə qədər may ilə dolduranda yenə bu cismə şaquli aşağı MJ ağırlıq qüvvəsi, yuxarı isə F Arximed qüvvəsi təsir edir. Və bu halda deyir ki, T2 gərilmə qüvvəsi 12 Newtondur. İkinci şəkil üçün deyə bilərik ki, T2 bərabərdir MJ. Arximed yuxarı yönəldiyi üçün cismi yuxarı qaldırmağa çalışır. Yəni T gərilməni azaldıb eləyib 12. O zaman T2-nin yerinə 12, MJ-ni əvvəldən 20 tapdıq, minus F Arximed. Buradan tapdıq ki, F Arximed olacaq 8 Newton. İkinci şəkildə cisim mayeyə tam batdığı üçün Arximed qüvvəsi Rho maye və cisim J ifadəsi ilə hesablanır. Arximed qüvvəsi 8 Newton. Mayenin sıxlığı 10^3 1000 kiloqram bölü kub metr. Cismin həcmini bilmirik. J 10'dur. Buradan tapsaq V cisim bərabərdir 0,8 8'i 10'a böldük. 10^-3 kub metr. Məsələ bizdən bunu desimetr kubla soruşur. Bu da olacaq 0,8 desimetrin kubu. 59-cu sualda yer səthindən müəyyən başlanğıc sürətlə şaquli yuxarı atılmış cismin kinetik enerjisinin onun potensial enerjisindən asılı qrafikini çəkin. Havanın müqavimət qüvvəsi nəzərə alınmır. Şaquli yuxarı atılmış cisim bilirik ki,
V bərabərdir V0 minus JT ifadəsi ilə bərabər yavaşayan hərəkət edir. Burada cismin sürəti azaldığı üçün kinetik enerjisi də azalır. Şaqıl yuxarı cisim hündürlüyə qalxdıqca H artdığından potensialın MJH düsturuna əsasən potensial enerjisi də artır. Havanın müqavimət qüvvəsi nəzərə alınmadığı üçün həmin cisimlərin kinetik və potensial enerjiləri cəmi sabit qalır. Biz də məsələdən kinetik enerjisinin potensialdan asıldığını çəkmək üçün deyərik ki, Y kinetik bərabərdir, Y tam çıxılsın Y potensial. Demək ki, yuxarı qalxdıqca kinetik azaldıqca potensial da artmalıdır. Biz də deyərik ki, kinetikin potensialdan asıllıq qrafiki düsturdan göründüyü kimi xətti asıllıqdır. Demək ki, bu nöqtədəki potensialın maksimalı tam enerjiyə və ya bu nöqtədəki kinetikin maksimalı tam enerjiyə bərabərdir. 60-cı sualda silindrik qabda porşen altında qalan su buxarının izotermik genişlənməsi zamanı halının dəyişməsi ρV koordinatlarında təsvir olunub. 1-2 və 2-3 hissələrinə uyğun su buxarının kütləsinin necə dəyişdiyini yazın. Qrafikin 1-2 hissəsinə baxırıq ki, doyan buxardır ki, bunun sıxlığı izotermik prosesdə həcm artanda dəyişməyib. Bunun sıxlığı dəyişmədiyi üçün 1-2 hissəsi üçün M buxar bərabərdir ρV buxar. Diaqramdan gördüyümüz kimi buxarın həcmi artanda mayedən buxara çevrilən molekulların kütləsi də artır. Demək ki, 1-2 hissəsində buxarın kütləsi artmışdır. 2-3 hissəsində isə bu eyni zamanda P rho qrafikidir. Həcmdən asılılığı izotermik prosesdə. 2-3 hissəsində isə bu izotermik prosesdir, izoterm əyrisidir. 2-3 əyrisi burada P azalıb, V artıb. Biz də deyərik ki, PV bərabərdir. M bölünsün MRT ifadəsinə əsasən temperaturun sabit qiymətində R sabitdir, qazın növü sabitdir, həcmi artıb, təzyiqi azalıb. Bunun tərs mütənasib ola bilməsi üçün kütləsi sabit olmalıdır. Demək, 2-3 hissəsində buxarın kütləsi dəyişməz. Bir daha 1-2 hissəsində buxarın kütləsi artır, doyan buxardır. 2-3 hissəsində ideal qaz və ya doymayan buxardır, kütləsi dəyişmir. Birinci qruplarla 4-cü qrupların situasiya suallarından fərqli digər sualları eynidir. İndi isə 4-cü qrupların situasiya suallarının həllinə baxaq. 4-cü qruplarda bir dənə 70-ci sual. Birinci qruplardan fərqli sualdır. Silindrik qabda porşen altında qalan su buxarının izotermik sıxılması zamanı halının dəyişməsi PV koordinatlarında təsvir edilmişdir. 1-2 və 2-3 hissələrinə uyğun su buxarının kütləsi. Yəni, birinci qrupların 50, 59 və 60-cı sualı idi ki, bu suallar neçənci sualı? 60-cı sualı. Bu eyni zamanda birinci qrupda 60-cı sualdır ki, biz bunu bayaq izah eləmişdik. 60-cı sualda izotermik genişlənməkdir. Burada isə sıxılmadır. Yenə deyirik ki, buradakı 1-2 hissəsi doymayan, 2-3 hissəsi doyan buxardır. 1-2 hissəsində kütlə dəyişməz. Bizdən yenə soruşur ki, su buxarının kütləsi necə dəyişibdir? 1-2 hissəsi doymayandır. Burada kütlə dəyişməz. Daha ümumi izaha getmirik. Kütlə dəyişməz. B və segmentlərinə görürük. 2-3 hissəsində isə buxarın həcmi azaldığı üçün M buxar, rho V buxar. Buxarın həcmi azaldığı üçün kütləsi də azalar. Uyğun variant 70-də B olacaq. Sonra növbəti sual, gələcək situasiya sual. 11-ci sinif 4-cü qruplar üçün şərtə baxırıq. Bu, birinci 88-ci sual şərtini birinci qruplarda da görmüşdük. Deyir ki, çəksiz ipdən asılmış düzbucaqlı paraleliped şəklindəki bir cinsdir tarazlıqdadır.
Bu halda ipdə yaranan gərilmə qüvvəsi 20 newtondur. Az öncə də dediyimiz kimi bu eyni zamanda ağırlıq qüvvəsidir. MG-dir. Bu T1-in 20 newton olması elə MG-nin 20 newton olmasıdır. Kran açılmaqla qab CD səviyyəsinə qədər su ilə doldurulur. Bu halda isə ipdə yaranan gərilmə qüvvəsi 12 newtondur. Dedik ki, burada cismə aşağıya doğru MG, yəni 20 newton, yuxarı isə F Arximed qüvvəsi təsir edir. Biz də demişdik ki, T2, yəni 12 bərabərdir. MG 20 minus F Arximed. Biz də birinci qrupların sualında həllində dedik ki, Arximed burada oldu. 8 newton eyni qiymətlərdir. Bu halda isə deyir gərilmə 12 oldu. J-ni verib, suyun sıxlığını verib, qaba hər 2 saniyə, hər 1 saniyə tökülən suyun miqdarı eynidir. 88-ci suala baxırıq. Kran açıldıqdan sonra qabdakı su AB səviyyəsindən CD səviyyəsinə çatana qədər təsir edəndə Arximed qüvvəsinin zamandan asılı qrafikinin çəkilməsini bizdən soruşur. Məsələnin şərtində qaba hər 1 saniyədə tökülən suyun miqdarı eynidir. Yəni, get-gedə zaman keçdikcə suyun miqdarı artmır, daha doğrusu bərabər sürətlə su tökülür qəbul etsək. Demək ki, zaman keçdikcə hündürlük artır. Hündürlük artdığı üçün mayenin, daha doğrusu cismin mayaya batan hissəsinin həcmi AB-dən yavaş-yavaş qalxdığı üçün, bərabər zamanda bərabər qalxdığı üçün deyərik ki, Arximed qüvvəsi suyun tökülmə zamanından, bizdən soruşur ki, Arximed qüvvəsinin zamandan asılılıq qrafiki. Zaman burada artdığı üçün hündürlüyü artır. Hündürlüyü artdıqca batan hissənin həcmi artır. Dolayısıyla Arximed qüvvəsi düz mütənasib artmalıdır. 89. Qab su ilə doldurulduqdan sonra daxilində tarazlıqla cismə təsir edən əvəzləyici və Arximed qüvvəsini hesablayın. Əslində, yuxarıda demişdik ki, Arximed qüvvəsi 12 bərabərdir 20 minus F Arximed. Yəni, T2 bərabərdir T1, yəni MG minus F Arximed ifadəsinə əsasən Arximed qüvvəsi oldu 8 newton. Və eyni zamanda bizdən nəyi soruşur? Əvəzləyici qüvvəsini. Əvəzləyici ilə MG minus F Arximed fərqinə əsasən neçə olar? 12 newton olar. 90-cı sualda cismin sıxlığını kiloqram bölü kub metr ilə ifadə edin. Biz də deyərik ki, F Arximed bərabərdir rho maye və cisim J. Buradan deyərik ki, V cisim bərabərdir. V cisim bərabərdir. M cisim bölünsün rho cisim. Cismin sıxlığını məsələ bizə veribmi? Cismin sıxlığını məsələ bizə verməyib. Buradan 8 bərabərdir 10 üstü 3 V cisim J. V cisimdə olacaq 0,8 10 üstü mənfi 3 kub metr. Cismin həcmini təyin etdik. Bizdən də cismin sıxlığı soruşulduğuna görə rho cisim bərabərdir M cisim bölünsün V cisim. Yuxarıda cismin kütləsinin, yəni ağırlıq qüvvəsinin daha doğrusu 20 newton olduğunu qəbul eləsək, ağırlığın yerində 20 newton olduğunu qəbul eləsək, kütləsi olacaq 2, həcm olacaq 0,8 10 üstü mənfi 3. 20-ni də 8-ə böləndə eləcək 2,5 mənfi 3 də yuxarı çıxsa 2,5 10 üstü 3 kiloqram bölünsün kub metr və ya 2500 kiloqram bölünsün kub metr olduğunu təyin edərik.